Cəbrayılda yapımcı tekstil. Xanımlar iş başındadılar. Salam xanım. Adınız? Neçə müddət işləyirsiniz orada? Kursa gelmişim. Kursa gəlmisiniz. Burada öyrənmisiniz day? Lap yaxşı. Necədir işləmək? Burada yaşayacaqsınız? Yəni əslən Cəbrayıldansınız. Qayıtmısınız bura. Harda yaşayırdınız bura qədər? Biləsuvardan gəlmisiniz bura. Eviniz bu mənzillərdədir da yəqin ki. Mənzilləriniz gözəl görünür. Lap yaxşı uğurlar sizə. Xanım siz, salam. Sizin adınız? Siz profesional tikişçi oxşuyursunuz. Eləmi? Necədir burada çalışmaq? Yaxşıdır. Həm belə deyək də, yəni iş yeridir sizin üçün. Eyni zamanda da doğma torpağa qayıdışdır. Məmnunsunuzmu? Çox. Eləmi? Bəli. Siz hardan gəlmisiniz? Bakıdan. Siz Bakıdan gəlib bura adaptasiya olunmaq rahat olurmu sonra? Evet, 1.30 ərzində ora insan məskunlaşır, ora öyrəşir. Sonra gəlirsiniz bura. Yəni o adaptasiyanı necə keçirsiniz? Çox yaxşı. Bura mənim üçün çox doğma yerimdir. Eləmi? Bəli. Lap yaxşı. Mən buna sevinirəm. Çünki düşünürəm ki, insan öyrəşdiyi yerdən qopanda o biraz ağrılı olmurmu məsəl üçün? Vallahi yox. Olmur, eləmi? Lap yaxşı. Mən sizi təbrik edirəm onda 2 qat. Və bura əziz tamaşaçılar, belə deyək, qeyri-neft sektorunun inkişafı deyirik. Nə bilim, bölgələrdə məşğulluq məsələləri deyirik. Bu baxımdan deməli bu gün deməli Cəbrayılda açılan yeni bir tikiş sexidir. İnsanlar çalışır burada. Mənim gözümə bir xeyli də tikişçi dəyir. Hallarından məmnun görünürlər əlbəttə. Və əminəm ki, Cəbrayıl bundan sonra da inkişaf eləyəcək.